Uşaqlar, salamlar. Salamlar. Əlinin formatında söhbətgah davam edir. Xoş gəlmisiniz Güney xanım. Sağ olun. Necəsiz Güney xanım? Çalışıram, yaxşı olun. Siz ən gənc PhD alanlardan birisiniz də Azərbaycanda. Vaxtilə. Vaxtilə. İndi artıq nə gəncəm, nə də artıq elmlər doktoruyam, PhD də deyiləm. Hə, bəs niyə görə PhD almaq istədiniz? O indi nəyə yarayır? Lazımdırmı? Aha, bu həqiqətən çox qəşəng sualdır. Yəni bu gün artan peşə vərdişləridir, universitetlər lazımdırmı, PhD niyə lazımdır və axır və s. Amma mən öz dövrümdən danışıram. Yəni çox elə danışdım, çox qocayam, elə də qoca deyiləm, amma bir genzi deyiləm də əsas odur. Bu günləri məsələn universitetlər belə, Amerika universitetləri belə çalışırlar ki, PhD-ləri daha dəqiq sahələrə yönəlsinlər. Məsələn, mənim öz yaxın tanıdığım data bir professor var. Dünyanın ən top 10 data aliminin arasındadır və ən çox stat gətirilən alimlər arasındadır. O belə Duke Universitetinin əməkdar professorudur. Onun ilə bizim danışıqlarımızda belə deyir ki, mən düşünürəm ki, yaxın 15 ildə PhD lazım olmayacaq. Artıq sənayeləşmə, sənaye artıq universitet sənaye birləşməsi deyirlər. Bunlar o qədər iç-içə olublar ki, PhD bir lazımdırmı sualı çox belə qorxulu bir suala çevrilib. Amma lazım olsa belə artıq indiki kimi düşünülmüş ənənəvi PhD formasında bu dəqiq olaraq ki, qalmayacaq. Çünki artıq universitet sənayeyə demir, gəl bunu araşdıraq. Sənayeyə nə lazımdırsa universitet onu araşdırır. Əvvəl bunlar ikisi paralel şəkildə gedə bilirdi, əl-ələ verib çalışa bilirdi. İndi pul yığılıb sənayedə, universitetlər büdcələri kiçilə-kiçilə gedir və bunlar bir mənalı olaraq, mən Azərbaycandan danışıram, mən qlobaldan danışıram, bir mənalı olaraq o faiz aşağı düşür və düşməkdə də davam edir. Ən çox pul yatırılan sahələr var, məsələn, tibbdir, məsələn, robototexnika ola bilər. Kosmos, ən çox kosmosdur və ya okeanın öyrənilməsidir. Başqa görürsən, humanitar elmlər artıq heç kəsə lazım deyil. Deyilənə görə soft skilllər yaxın 20 ildə yeganə bacarıq olmalıdır. Yəni digər bizim hard skill bilməyə ehtiyacımız yoxdur. Çünki dünya artıq hər şey artıq o qədər optimallaşır texnologiya vasitəsilə. Bizim özümüzü yeganə bir dənə şey özümüzü ifadə vasitəmiz qalacaq. Soft skills biraz aça bilərik. Tam olaraq nəyi nəzərdə tutur? Azərbaycanca bunun adına desən yumşaq bacarıqlar. Yumşaq, biraz yaxşı deyil. Yəni yumşaq bacarıq deyəndə bu nədir məndə? Toppuş bacarıq. Həqiqətən biraz Toppuş yumşaq mənim orada. Qəşəng. Yox, həqiqətən biraz məncə də sizinlə razıyam, düzgün tərcümə deyil. Yəni biz məsələn o bizim Azərbaycanda ən zəif olan nöqtə deyə bilərəm. Çünki biz uşaqlarımıza özünü ifadə etmə qabiliyyətini öyrətmirik və öz hisslərini ifadə etmə qabiliyyətini. İndikilərdə biraz var, amma mən düşünürəm ki, 10 il əvvəlki kimi deyil də. Hər bir şey olmaz, kamera qabağında sıxılmaq. Məsələn, bizim baxırdınızsa, məsələn, Türkiyədə uşaqlar Azərbaycandan daha yaxşı özlərini ifadə edir. Amerikada 4 yaşlı, 5 yaşlı uşağa baxırsan, kamera qorxusu yoxdur, çox rahat şəkildə özünü ifadə edir. İndikilər telefona görə onu biraz yaxşılar, amma bununla belə axı özünü ifadə eləmək tək kamera qorxusundan ibarət deyil. Buna görə sən dili yaxşı bilməlisən, düşüncə tərzin olmalıdır ki, bunu çatdıra. Bir də bizi eşitdiyimizi emal eləməyin sürəti. İndi bunların hamısı bir-birindən o qədər əlaqəlidir ki, məsələn, qısa videolar. Niyə deyirlər qısa videolara baxmayın? Çünki beyni siqnal 6 saniyənin 6da birinə çatır da. Yəni bu itdisə beynə siqnal çatmır. Biz artıq beynimizi necə deyim, itləşməyə qoymuruq və təsəvvür edin bu soft skilllər, yumşaq bacarıq dediyimizin hamısı bizim beynimizin inkişafı deməkdir. Sizcə məhz o qısa videolara baxan adamları gələcəkdə idarə etmək daha asan deyil? Yəni mən bununla sizinlə tam razıyam. Çünki fərqi nədir ki, nə ilə idarə edirsən? Yəni insanın öz fikri yoxdursa və öz düşüncə qabiliyyəti, analiz eləmək. Yəni bu günləri məsələn mənim bacımın oğlu var, 5 yaşı var. Hamı deyir ki, filan şey öyrənsən, nə öyrənsən? Deyirəm yox. İki şey lazımdır. Bir fiziki güc, bir də analiz qabiliyyəti, məntiq. Yəni adam analizlə sintezi ayırsan. O olmasa sən həyatda nə qədər nəyi bilirsən bil, sonda heç bir yerə gəlib çıxmayacaqsan. Analizlə sintezi ayırmaq. UK'də
Fakultetlər get-gedə ləğv olunur. Bəli. Bütün xəbərlərdə göstərirlər və qəribə fakultetlər. Bu nədir? Süni zəka qorxusudur ki, gəlir bu süni zəka bizim bütün işlərimizi əlimizdən alacaq ya da sektor dəyişəcək, yoxsa elm özünü sıxışdırır elə böyük universitetlərdə? Okay. Ümumiyyətlə ənənəvi təhsil sona çatır. Bu birinci. İkincisi də ki, İngiltərə artıq Çin və Hindistan bazarına girməyə çalışır. Çünki özündə Avropadır, daha çox bu ərəb ölkələri də falandır. Bunlarda bu harda pul varsa inkişaf da ordadır. Bu bir mənalıdır. Və bu süni zəka o qədər hər şeyin yerini tutmağa çalışır ki, məsələn, kitabxanaçılıq, yəni heç kəsə demirəm, bu pis fakültədir və yaxud lazımsız fakültədir. Amma yəni bu bir mənalı olaraq artıq heç kəs orada oxumaq istəmir. Çünki birincisi niyə? Heç bir gələcəyinə heç bir ümid yoxdur. Yəni bir kitabxanaçının gördüyü işi bir CRM sistemi rahat şəkildə görə bilir və daha dəqiq görə bilir. Və hər hansısa bir robot kitabı gətirib masaya qoya bilir. Və bunu İndi həmin fən nəşriyyat işi və redaktə etmə adı ilə fərqi yoxdur ki, nəşriyyat işi olsun. Bilmirəm siz görmüşdünüz ya yox. Bir Hindistanda idi məncə, yoxsa İtaliyada ikisindən biri idi. Səhv eləsəm üzrlə sayın. Deməli, ChatGPT ilə bunlar məqalə yazıblar və altdakı o promptu belə o çıxartmağı unutublar və orada gedib də bu çapda da gedib. Yəni ənənəvi nəşr belə artıq qalmayıb. Çünki bu günləri istər universitet tələbələrindən soruşun ki, son dəfə həqiqətən özünüz oturub elmi işinizi yazmısınızmı? Çünki hamı son birinci, axırıncı saniyədə girir, ChatGPT-yə promptları verir. Elmi iş yaratmaqdan ötürü birinci laboratoriya olmalıdır. Əgər sənin laboratoriyan yoxdursa, sən bir tədqiqat işi aparmırsansa, bunda nə dərəcədə sizin sözünüz olmasın, elmi iş yazılacaq. Yəni, elmi iş nə idi əvvəllər? Hardansa köçürülürdü, indi daha rahat yolu tapılıb. Amma bu ənənəvi təhsilin günahıdır. Bizə universitet əslində araşdırmadır. R&D deyirlər, Research and Development. Budur. Akademik həyatın ilkin pilləsidir ki, sən gələcək və cəmiyyətinə, sən xalqına və bəşəriyyətə nə töhfə verə biləcəksən. Amma bizdə universitet mastdır. Yəni, sən 11-ci sinifi qutardın, müəyyən bal yığma universitetə girməsə, hansı fakültə fərqi yoxdur və oradan universitet bizə nə verir sualına heç kəs vermir. Universitet deyir ki, bax, tələbə, məsələn, X bir o tələbəyə, mən səni yetişdirirəm, bir alim kimi də yetişdirə biləcəm, sən əgər elmi işə həvəsin varsa. Sən yox, elmi işə həvəsin yoxdursa, dərs deməyi sevirsənsə, orta məktəbdə müəllimlik şansını da yaradıram. Və yaxud da ki, hər hansısa bir bunu reskilling, upskillingdən başqa bir peşəyə çevirə bilirsən. Amma bizdə bunların heç biri əvvəlcədən deyilmir. Ona görə bu universitetə gedəndə çox qəribə şəkildə bir boşluğa, xaosa düşürük. İnsanlar kalkulyasiya eləyiblər də burada. Məsələ ondan ibarətdir ki, onlar nə deyir? Məsələn, oğlanlar bunu hərbi xidmətlə bağlı eləyiblər. Bu il Milli Məclisdə hərbi xidmət müddətinin azaldılması ilə bağlı təklif olsa da Müdafiə Nazirliyi buna qarşı çıxmışdı. Halbuki mən yenə də o müddətin azaldılmasının tərəfdarıyam. Müharibə yoxdur, sülh müqaviləsinə hazırlaşırıq. Yəni bir aktiv bir döyüş fazasına girmək ehtimalımız da yoxdur. Daha professional orduya keçib insanların zamanını qazandırmağa çalışmalıyıq da. Yəni o il yarım və bir il o akademik təhsildən gedir. Alınmadı buna magistraturaya girmək. Amma bunun bir təhsilini davam etdirmək və işləmək kimi bir istəyi var. Biz bunu gətiririk, ora salırıq bir il. Bir ildən sonra o dediyiniz o bütün o bacarıqlar, yumuşaq, bərk və digər bacarıq, nə bacarığı varsa hamısını, bütün bacarıqları unudur. Yəni mən bunu öz təcrübəmdən deyirəm ki, mən oradan qayıdandan sonra 2 ay adaptasiya olmağa çalışmışam mülki həyata. Çünki oradakı disiplinlə buradakı tamamilə fərqlidir. Unudur və daha sonra onu biz itəliyirik ki, sən artıq işləməlisən. Təbii ki, gedib 21 yaşında hərbi xidmətə gedibsə, 22 yaşında qayıdır. Onun adaptasiya olunmaq kimi bir komfortu da yoxdur. Biraz baxım görüm nədir. Təzədən oxuyum, çünki həyat ona işləmək məcburiyyəti verir. İşləməyə gedəndə isə ona deyirlər ki, yoldaş, bəs sənin təcrübən yoxdur. Biz səni götürə bilmərik. Yəni burada biz nəyisə seçməliyik də təhsilimizdə ki, biz uşaqlardan nə istəyirik? Biz uşaqlardan nə istəyirik məktəbdə? Olar mən bu sizin teoriyanızı biraz debank eləyim də, yəni mən öz fikrimə görə. Məsələn, İsrail
əhalimiz eynidir. 10 milyon əhalimiz var. 18 yaşında hər kəs orada əsgər getməlidir. Həm qızlar, həm oğlanlar. Bunlar əsgər gedirlər. Və mən bunun yaxşı və ya pis olduğunu demirəm, ümumiyyətlə faktı çatdırıram. Ətrafında ona düşmən olan kifayət qədər çoxlu ölkə var. Tək professional hərbiyə də gələcək söhbət, amma bir dənə bunu danışım. Amma burada uşaq limitlənmiş. Sən hətta universitetə girirsənsə, magistratura da imkan verir ki, sən həm əskərlik çəkəsən, həm də oxuyasan. Və bu artıq heç nə itirmir. Amma mən 18 yaşında bizdə özdə ailələrdə, İsraildə də cəmiyyəti morales bizi kimidir. Uşaq sentrik, oğul sentrikdir demək olar ki, hər bir şey oğlun ətrafında dövr eləyir. Ana oğul bağlılığı və s. eyni cəmiyyətin demək olar ki, nümayəndələri. Oğlan gedir 18 yaşında əskər, gəlir 21 yaşında. 21 yaşında gəlir və bunlarda adətdə 1 il dünya səyahətinə çıxırlar əskərlikdən qazandıqları pullarla. Gedirlər, bu ola bilər Latin Amerikası, Hindistan və ya Afrika. Yəni morales eyni ölkələrə gedirlər və qayıdırlar 22 yaşında. Bu artıq 22 yaşında hərbi də bunları hər bir şəraiti yaradır ki, öz istədiyi bir işlə məşğul olsun. Bu 22 yaşında gələndə bu bilir ki, bu nə olacaq? Bu həyatdan nə istəyir? Bizi 16 yaşında universitetə girməyə məcbur edirlər bu qonkada, həyat yarışında. 20 yaşında qutazdırırlar. Mən 14 yaşımda universitetə girmişəm. Təsəvvür edirsiniz. 4 yaş yarımında məktəbə getmişəm. Bu həyat yarışında həqiqətən bu hara tələsirdiniz? Mən tələsmirdim. O vaxt məndən olsa mən hələ də getməmişdim məktəbə. Yəni bilirsiniz, bu 14 yaşında bir insan universitetdə nə qazana bilər? Yəni zubrila olmaqdan başqa və yaxud da axı mən öz istədiyim fakültəyə girmişəmmi? Girməmişəm. Yəni bildiyiniz necə o vaxt üçün istəmişəm o fakültəni, amma mən özümü tanımamışam. Öz o topuş skilllərimdən xəbərim olmayıb. Bilmirəm nəyim var, nəyim yoxdur. Və bütün bunların fonunda həyat bizi atır bu acı cəmiyyətin içinə və deyir ki, başla işləməyə. Sizin sözünüz gedirsən deyir, baxışdın desin, kifayət qədər təcrübəniz yoxdur. Axı bizim təcrübə qazanmağımıza nə orta məktəbdə şərait yaradırlar. Amerika sistemi kimi. Amerikada mütləq ictimai bir işlə məşğul olmalısan. Yaxşı universitetə girməkdən ötürü və yaxud da idmanla məşğul olmalısan. Bizə bu şansların heç biri verilmir. Oxu, universitetə gir. Sonrası Allah kərimdir, baxarıq. Bu şərq fatalizmidir. Yəni biz hələ bəlkə də arxitektura şərqdən çıxıb, amma biz şərqdən çıxmamışıq da, əsas odur. Yəni bu şərq fatalizmi bizim enində sonunda həyatımızda bir qəribə təzad yaradır. Ona görə şirkətlər işçi tapa bilmir, universitetlər müəllim, məktəblər müəllim tapa bilmir, işçilər iş tapa bilmirlər və hamı özünün xoşbəxt tapa bilmir. Heç kim bir-birini tapa bilmir. Çünki yekunda insan özünü tapa bilməyib. Xoşqədəm nazirliyi. Şirə ot qoyanda cəmiyyət belə olur. Əslində nağıllarımız da elədir də. Yəni bizim nağıllarımızın içərisində də o bir genetik kodumuz yerləşir də. Etnopsixologiyadır. Mən etnopsixologiya üzrə olub müdafiə mövzumda. Ona görə biraz bu temadan daha çox danışa bilərəm. Yəni biz bundan hələ bir xalqı tanımaq istəyirsənsə, bir onun nağılını oxu, nağıl dastan eyni şeydir. Bir də atalar sözlərinə bax. Yəni atalar sözləri nədirsə sən olsan, sən min illər boyu süzülür də bu yaddaşdan. Sənin identikliyini formalaşdırır, sənin kimliyini formalaşdırır. Məsələn, bir dənə söz deyim, bizdə kimsə görmüsünüz demiş, kiminsə dayı var deyirik də, kiminsə əmsi var deyirik, yox. Çünki bunların hamısı bizim genofonumuzda olan o avankulat ailə sistemindən gəlir. Bu necə izah edilmişsə bizim matriarxatdan qalan bu son akordlar deyə bilərəm. Bizdə gizli matriarxatdır da əslində. Yəni İsraildə də elədir. O day məsələn filan kəsin görürsüz hamı deyir bacı oğludur. Yaxşı bir o kandidat olanda heç vaxt qardaşım oğlu demir. Çünki axı o dayı obrazında çıxış eləməlidir. Bayaq ənənəvi məktəb dediniz də. Ənənəvi məktəbin indiki forması çox kapitalist, işçilər üçündür də. Bu bir çox şey əslində işçilər üçündür. 8 saat yatmaq, vaxtında yatmaq da yaradıcı adam ya da varlıların çox da gecə tez yatmağa ehtiyacı yoxdur. Kasıblar gecə tez yatır, səhər oyansın, işə getsin. Bədən saat məsələsinə görə deyirəm, əyri-əyri baxma. Məktəb də ona görə formalaşıb ki, biz fəhlələr gedək işə, uşaq da saat 9-dan axşam saat 6-ya kimi məktəbdə. O elədir, elə olub da. 100% razıyam. İndi deyirsiniz ki, ənənəvi məktəb ləğv olunacaq. Mənim sualım məktəblə bağlıdır. Uşaq harda qalacaq? Bunlar hara qoyacaq? Baxın, ənənəvi təhsil sona çatmalıdır. Yəni
40 dənə uşağı fərqi yoxdur. Ən bahalı orta məktəbi TİSAT-da Azərbaycanda. Onu götürək. Hərəsi bir backgrounddan gəlir, hərəsi bir ailədən gəlir, hərəsi bir millətdən gəlir. Hamını yığıblar bir yerə ki, gəlin bu gün biz sizə hər hansısa bir dərsi izah eləyəcəyik. Bu uşağın birinci götürmə qabiliyyəti başqadır, gəldiyi ailə başqadır. Bu uşağın istəyi başqadır. Yəni bunun soft skillləri başqadır. Bu həyatdan nə istəyir o başqadır. Və bu təhsil, ənənəvi, bu siz dediyiniz kimi kapitalizm cəmiyyətinin formalaşdırdığı bir ümumi bir şeydir. Yəni əvvəl nə idi? Fərdi idi, bir də elitar idi. Mən demirəm təhsil elitar olmalıdır və ya fərdi olmalıdır, amma elitar olmamalıdır, amma fərdi olmalıdır. Bu bir mənalıdır. Uşaq nəyə həvəsi varsa, sırf o üzrə necəsə getməli. Və uşaq nə etməlidir? Bundan ötürü çox şey var. Məsələn, idmanla məşğul olmalıdır, rəsmə getməlidir. Amma bunların hamısının bir obyektdə olmağının, adının məktəb qoyulmağının mənası qalmır. Mənası. Onsuz da bizim təhsili düzəldənə qədər belə bir qurum mövcud olmayacaq da böyük. Razıyam. Yəni Azərbaycan təhsili o ənənəvi kapitalist təhsillə keçənə qədər sizin dedikləriniz qalmır. Belə duracaq. John Travolta var belə. Biz gələcəyik, ətrafda boşluq olacaq və biz o indi təhsildən nə düzəltmək istəyiriksə, əslində onu düzəldəndə dünyada təhsil tamamilə başqa bir formatda olacaq. Artıq olur. Yəni siz 10 il bundan qabaq onlayn təhsil kimi alırdı, heç kəs almırdı. İndi artıq tələbələr kiməsə lazımdır da, məsələn dövlət strukturunda işləmək istəyir və əlaxır və s. onlayn. Bu dəqiqə MBA-lərin 90% artıq on-site eləmək istəmirlər. Deyirlər ki, on-site artıq heç kəs gəlmir. Ya da bölüşdürürlər. York Universitetində təhsil alır mənim Emil adlı dostum. Gah Yunanistana gedir, gah Yunanistanı, mən lisey uşaqlarına belə ilişirlər. Gah Yunanistana gedir, gah nə bilim gedir İtaliyaya harasa. Müəllimlik peşəsi qəribə bir formata keçirdi. Məsələn, Tural dünən mənə bir prompt verdi. ChatGPT-də mən bir coachdan alacağım dəstəyi almağa başladım idmanla bağlı. İndi psixoloqlar, Gestalt mütəxəssisi, ailə dizimi, nutrisioloqlar, numeroloqlar. Heç birini sevmir. Vurğudan bilinir ki, sevmir. Numeroloqlar. Bax bu qəbildən adamlar Zoom üzərindən təhsil keçirlər. Bir dənə Türkiyədən sertifikat alırlar. İzmir Büyükşehir Belediyesi hayır qurumu və gəlib burada insanların düşüblər canına, insanlara necə yaşamalı olduqlarını, kişi-qadın münasibətləri tək mövzuda oymuş kimi ölkədəki tək problem sanki o da elə bir problem yox idi. Çıxartdılar o problemi. Razıyam. Və bu qəbildən şeylər danışırlar. İndi bu süni zəkada gəldi, müəllimliyi bir tərəfdən də başqa tərəfdən sıxışdırdı. Müəllimlik və coachluğun süni zəkadan sonra axırı necə olacaq? Əslində siz dediyiniz çox belə dünyanın bu süni zəkanın, sosial şəbəkələrin ən pis cəhəti odur ki, birazdan alimdən daha çox. İndi bu dünyanın bütün vaxtları belə olub. O dediyiniz o numeroloqlar, astroloqlar həmişə daha çox pul qazanıblar. İndi isə bu dispersion deyil, bu fərq dəfələrlə çoxalmağa başlayır. Freudun özü də falçı olub da, yəni həqiqətən elədir və bunlar yuxu yozub da bu adam. Bu dəfələrlə çoxalmağa başlayır və mən 15 yaşında bir qız fikirləşir ki, bax filan kəs coachdur. Mən də coach olum da. Yəni bir dənə bir dənə sertifikat alır və bir dənə də mən İsrailə gəldim, oradan da bir söz deyim. Deməli qədim İsraildə ümumiyyətlə şeyin sponsorluğunda deməli, yəhudilər ümumiyyətlə müəllim, rabbin həm də müəllim olur. Çünki iki cür təhsil var burada. Biri sekulyar, biri belə dini. Dini məktəblərdə də, yeşivalarda. Müəllim olmaqdan ötürü sən ancaq öz uşağın olmalıdır. Öz uşağın olmalıdır ki, sən başqasına da tərbiyə verə biləsən. Mən hələ 2000-3000 il əvvəldən danışıram. Bu günləri 15 yaşında kimsə gəlir, sənə nə bilim, pul rəqəmi deyir. Siz bu pul rəqəmini 3 dəfə desəz, nə bilim 4 dəfə üzr istəyirəm, mayallaq açsaz, 3 dəfə ayaq üstə gəzsəz, sizin qabağınızda heç kəs dayana bilməz. Yəni pul o qədər gülməli bir şeydir ki, yəni evrənə mesaj göndər. Yəni inanın adam tanıyıram ki, 777 nömrəli maşın görəndə o hoppanıb düşürdü ki, mən gördüm bu artıq bir mənim üçün bir işarədir və mən artıq xoşbəxt olmağa. 11-11 görəndə ürəyiniz belə bir təhər oldu.
Amma Mələklər mənimlə danışır. yox, siz 11-11 təriqəti var ya ki, ancaq 11-11 görənlər. Aa, Mən də tez-tez görürəm 11-11. doğrudan. Mələklər sən o əslində mələklərin sənə göndərdiyi koddur. Spiritual olaraq belədir. O sənə kod göndərir. Sən sadəcə o kodu açmalısan. Aça bilmədinsə fəsən var yalına. Niyə rəqəmdən danışırsan? Gəl düz qabağıma söz video demə. Niyə rəqəm göndərsən? Arthur Conan Doyle o vaxt bu spiritual aləmlə məşğul olur. Bir gün David Copperfield deyir ki, bəs mən sənin ananla görmüşdüm. Bu bir faktdır da, yəni. Mən danışıram ruhlarla, bunu belə eləyirəm falan. Bu da qayıdır ki, sən mən anamı görmüsən, David Copperfield deyir, bəli. Deyir, onunla nə dilində danışdın? Deyir, təbii ki, ingilis dilində. Deyir, mən anamın bir dənə bildiyi dil İdiş dili idi və bu sənə görə heç vaxt ingilis dilində öyrənən deyildi. Ona görə yəni məni bu ruhlar, süni intellekt ən pis oldu ki, baxın, data. Biz sizinlə danışdıq söhbətdən əvvəlki məsələn. Hər bir insan öz datası var da. Bu dataları Amerikada yine yaxşı bilirsiniz, hər bir ölkə üçün Amerika dövlətinin bir institusional qurumu var. Məsələn, bunu Peace Corps-la o vaxt göndərirdilər, öyrənirdilər. Sovet vaxtından da bu belə olub və bütün dünya üzrə bu belədir. İndi daha rahatdır. Bir dənə hamı öz dərdini ChatGPT-yə deyir və bu demək deyil Amerika dövlətinə mənim və yaxud Əlinin və yaxud sizin hər hansısa bir datanız maraqlıdır. Genel olarak, kultural olarak, sivilizasiya olarak maraqlıdır ki, görürsən Azərbaycanda ən çox insanlar nəyi düşünürlər. Biri var, sən bura yatırım elə, kimisə göndər, o gəlsin, 3 dənə adamdan danışsın, 5 dənə araşdırma eləsin. İndi biz özümüz veririk, onun niyə zəhmətini çəkək ki? Amma bizim özümüzün də bütün dünyanın trendi bu da. Tək bizim yox, Amerikanın özündə də. Bu dəqiqə ən çox ChatGPT ilə danışılan iki söhbət var. Biri bu spiritual, mən nə o, mənim rəqəmim hansıdır, mənim astroloji xəritələr, natal astroloji xəritələr hətta. O ezoterika tamam başqa bir yerə gəlib. Yəni ezoterika bir kiber ezoterikaya çevrilib də. Yəni biz bu həm bizim bir virtual dünyamız var, həm də artıq virtual ezoterik dünyamız var. Dünyada ən səmimi adam bir-birini tanımayan adamdır da və bir də biz bu adamı görmürüksə. Deməli biz ən çox, ən yaxın dostumuz artıq adını bilmədiyimiz, heç bir zövqünü bilmədiyimiz, bizim verdiyimiz məlumatlar arasında bizim başımızı qatan, bizim başımızı sığallayan bir kiborqdur. Yəni bu fərqi nədir ki, süni intellektin hansı adı nədir? ChatGPT olsun, Gemini olsun, fərq eləmir. Amma bu kiborqdur bizim artıq dostumuz. Bu isə insanın insan olmağına, o robotlaşmasının ən birinci bariz nümunəsidir. Kafkanın bir əsəri var, Metamorfoz əsəri. Metamorfoz nə idi? İnsanın özgələşməsidir. Biz yadlaşırıq, özgələşirik. Bunu urbanizasiya elədi. Artıq urbanizasiyadan daha qlobal və daha pis problem çıxıb. Bu da virtual dünyanın bir sakini olmaq. Şəhər sakini olmaqdan daha üst, daha pis artıq virtual dünyanın. Bəs alimlər necə olacaq? İndi fikrimi, sualımı belə əsaslandırmağa çalışım. Məsələn, əvvəl kibernetika institutu var idi və bu elmi hesablama maşınları orada quraşdırılırdı. Azərbaycanda ilk internet elmlər akademiyasında quraşdırılıb və oradan daha sonra yayılmağa başlayıb və s. İndi isə Azərbaycanda bir süni superkompüter quraşdırılır. O lokal süni intellekt alətlərinin hazırlanması üçün lazım olacaq və s. Mən bu xəbəri oxuyandan sonra özümdə sual verdim ki, bundan kim məşğul olacaq? Alimlər, hansı ki belə deyək də, elə dediyiniz o kibernetika, tətbiqi riyaziyyatla məşğul olan insanlara lazımdır bu superkompüter. Əgər bunun alimi varsa, o gəlib burada əməliyyat edəcək. Amma mən bir startuperam, 18 yaşım var, Krasovkada gəlim ora ki, mən burada süni intellekt yazmaq istəyirəm. Onu etməyin mənası nədir ki? ChatGPT var, Gemini var, yüzlərlə alət var ki, hansı ki, tokenini $20 ödəyərsən, tokenindən istifadə edərsən. Yəni bunun üçün sənə bir superkompüter lazım deyil. O superkompüterin funksiyası çox çətin, ağır məlumatların tez bir zamanda emal olunmasıdır. Misal üçün, Azərbaycan Statistika Komitəsinin olan datalarının tez bir zamanda emal olunması ki, biz onu daha onlayn görək, bu maşın qeydiyyata alındı, bir nəfər doğuldu, 2 nəfər öldü və s. Biz ancaq indi Statistika Komitəsinin saytında yalnız
keçmişə aid Excellər görürük. Çünki alınan məlumatları onlar o qədər zəif sürətlə emal edirlər ki, o bizə yenə də keçmiş data kimi gəlir və hal-hazırda vəziyyət necədir? Yenə bizim bir real təsvirimiz yoxdur. Bəlkə də ölkədə inkişafın zəifləməsinin əsas səbəbi odur ki, biz real time statistikamız yoxdur. Sok yoxdur. Hə, heç bir yerdə yoxdur. 2, bu statistikanı bir elmi əsərə çevirən alim yoxdur. Hansı ki götürür, elmi işini yazır və biz bunu oxuyuruq, deyirik ki, bu datadan bu nəticəyə gəldi, bu bizimlə proqnoz verir və s. Bu iqtisadiyyat elminə aiddir, tətbiqi riyaziyyata aiddir, kibernetika və s. Nə olacaq bu alimlər? Mən arxeoloqları, nə bilim, tarix institutunda işləyən adamları, dilçilər qoyuram kənara. Zaten o adamlar, yəni indidən pensiyaya təqaüdə çıxsalar daha yaxşıdır, çünki lazım olmayacaqlar həqiqətən. Amma məsələn, o alimlər olmadan bu superkompüter sadəcə bir bina və xərclənmiş puldur da. Bilirsiniz, biz sizinlə bura qədər süni intellektin bizə göstərdiyini tərəfindən danışırıq. Alim onsuz da onun bizə göstərdiyi tərəfində işləmir. O pərdənin arxasındadır. Bu pərdənin arxasında alimlərə bu kompüterlər lazımdır. Azərbaycanın reallığını deyə bilmərəm, çünki mən humanitar bir sahədən gəlmişəm. Amma mən sizə bir söz deyim. Bunların bir-birinə inteqrasiyası mümkündür. Biz bir dənə hakaton keçirmişdik biz yenə də İsraildə olanda. Bu nə idi? Kosmik şəkillərlə, imiclərlə yerdə arxeoloji bilin ki, şəhərlər var, orada qəbir var, burada ancaq kosmik şəkillərə əsaslanırdı bu. Yəni əlamətinə bilirsən ki, burada deyəsən qazıntı aparmaq olar. Yəni gəldim taraf hər şey, bir də bir sözüm, artıq arxeoloqların özü belə kosmik şəkil olmadan heç bir şeyə düzgün olduğunu iddia edə bilməz. Bu da bir fakt olaraq qalır. Yəni bunların bir-birinə inteqrasiyası bizim görmədiyimiz tərəfdir. Bizim görülən tərəf isə, burada məsələn Şamaxıda bir dənə müharibə deyirəm, zəlzələdən əvvəlki bir dənə hamam tapılıb. Bəli, bu bizim bildiyimiz faktdır. Amma bunu necə tapılıb? Bunun tapılanda nələr var? Bunun yaşı necə ölçülür? Bunlar artıq alimlərin işidir. Ona görə siz dediniz SOC-da real time-da bizdə statistika falan yoxdur. Onu bizim kimi userlərə, yəni istifadəçiyə eləmək üçün çox rahat şəkildə bir ayın içində dəyişmək olar. Amma necə deyim, bunun inkişaf səviyyəsini atıram ChatGPT 3 il əvvəlki ChatGPT-dir, xeyr deyil. Heç 6 ay əvvəlki də deyil. Və bunu siz onu istifadə edənlər eləmir. Onun arxasında oturub çalışan alimlər, həmin o OpenAI-ın investisiya qoyduğu universitetlər, həmin hamısı başlayır süni intellekti bir formaya gətirmək. Sizə bir söz deyim ki, keçənlə qədər hansı süni intellekt alim nə deyəndə ki, sən süni intellekt alimisən, onun xətrinə dəldir. Dedi, yox, o datadır. Sadəcə datanı yaxşı emal eləyirlər. Çirkli data, çünki datalar tək datadan getmir söhbət. Ən çətin proses datanın emalıdır. Data nə qədər çoxdursa, onun emalı bir o qədər çətindir. Çünki datanı ayırırlar. Çirkli data, təmiz data. Və bu da bir məlumdur ki, bürokratiyaya görə işi asanlaşdırmaqdan ötürü hərə bir nöqtə belə səhv olsa, deməli bu 10 dənə düzgün data varsa, bir dənə ora nəyisə eləyirsən, bu artıq çirkli datadır. Sən bunu təmiz kimi qələmə verə bilmərsən. Bunlar da nədir? Mən deyəcəm, həm o kompüter nəyə lazım ola bilər? Məsələn, bizdə qohum evlilikləri qadağan oldu. Qohum evliliklərinin qadağan olması neçə illərdən sonra mümkün oldu? Ay cəmaət, qohumlar evlənməyin, uşaqlar xəstə doğulur və o demək deyil 100% xəstə doğulacaq. Amma xəstə doğulmaq şansı başqalarından daha çoxdur. Burada isə bu həmin kompüterdə, bura temporal patternlar olur. Onu götürüb baxılır, deməli Qazaxda burada, məsələn, bu familiyadan olan, bu ailədən olan adamlarda atıram, ürək xəstəlikləri daha çoxdur. Artıq bu data bizim Səhiyyə Nazirliyində olandan sonra o biləcək ki, hər şey rəqəmsallaşandan sonra mən buna artıq 30 yaşında alert göndərməliyəm ki, bax sənin bizdə olan dataları emalından sonra görürük ki, sənin nəslində bunlar daha çox baş verir. Yəni qabaqlayıcı olmağından bağlı. Amma indi məsələn bir başqa bir tərəfə çıxır da. Siz görürsünüz OpenAI sərmayə eləyir alimlərə. Bizdə süni intellekt
super kompüter quraşdırılandan sonra, misal üçün Bakı Dövlət Universitetinin, ki Azərbaycanın ən böyük universitetidir. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə investisiya olunacaqmı? Olmayacaq. Yəni onda o super kompüter sadəcə super kompüterdir. Burada artıq maraq toqquşması yaranır. Olmamalıdır bu belə şeylər. Mən sizlə buna razıyam və rəqəmsallaşmanı da elə günə qoyublar ki, vallah vergilər əsas rəqəmsallaşmayanda daha rahat işləyirdik. İndi bu rəqəmsallaşmaya keçəndən sonra o qədər süni problemlər çıxıb və deyir, ora insan müdaxiləsi yoxdur. Aha, amma sahibkar onun niyə əziyyətini çəkməlidir? Sahibkara sizin proqramda yaranan bir problemə görə bir güzəşt edirsinizmi? Eləmirsiniz. Və o zaman bu problemi niyə yaradırsınız? Əslində bəzən belə şeylər deyirlər ki, bizdə məsələn rəqəmsallaşma Almaniyadan daha sürətlidir. Almaniyada bu kağız-küğüzlandır. Onun da səbəbi var. Bəli. Onlar şəxsi həyata görə bunu eləmirlər. Almaniya privacy cəhətdən çox dəhşətli dərəcədə concerndir. O özünə elə fikirləşir ki, hər kəs onun öz şəxsi data uğurluğuna görədir. Bu günləri məsələn Amerika TikToku qadağan edib. Niyə TikToku qadağan edib? Güya ziyandır. Come on, yəni bir kütlənin ziyan olmasının inanın mənə 135 mindən başqa şey tapa bilərik. Bəli, o deyil. Sadəcə Çinin Amerika datalarını əlində saxlamağına görə. Bir dənə səbəbi var. Uşaqlar bütün gün telefonda da oyun oynayırlar və biz də onları güclə dartırıq ki, gəl təhsil almalısan. Bunların biz çörəklə əti birləşdirdik, burgeri düzəltdik, nə bilim, hər şeyi bir-birinə caladıq, bir şey elədik. Nə əcəb təhsillə oyunu birləşdirə bilmirik? Baxın, yenə də burada gəldik daha qayıtmalı 37-ci ilə təzədən. Deməli insan ümumiyyətlə oynamaq, əylənmək, bir də öyrənmək. Bu ömrü boyu davam edən prosesdir. Yəni, İnsan oynayan canlıdır. Hətta Homo sapiens deyil, Homo vertalis nədir? Oynayan. Harari. Məncə Harari elmin qardaşıyanıdır. Buna başqa başqa mövzuda. Amma bu oynamaq, öyrənmək, əylənmək. Bu uşaqları kitabdan asılı eləmək. Məsələn, bir həftə bundan əvvəl olmuş söhbətdir Rusiyada. Rusiyada hər şey qadağan edildi. Millət heç nə demədi. Bir də Roblox qadağan olundu. Bütün Rusiya ayağa qalxıb. Məktəbli, valideyn. Valideyn öz başını kapitalizmin qulu yox. 8-də durub işləməlidir. Gəlir, görür ki, uşaq sakitcə otursun. Mən də bir özümlə məşğul olum. Və birdən Roblox qadağan olunub və bütün məktəblər ayaq üstədir. Yəni, bunun başa düşürsünüz artıq uşaqlar oyuna, virtual həyata necə inteqrasiya olunublarsa, yəni hər şey bağlanıb, yəni WhatsApp artıq zəng olmayacaq Rusiyadan. O VPN-lə falanla olur, amma adi olmayacaq. Ona səsini çıxarmadılar, Roblox-a artıq qiyam qalxdı. Bunlar bir-birinə mütləq inteqrasiya olunmalıdır. Zaten əvvəllər bilmirəm, insanlar necə idilər də, fərdi bu, ənənəvi təhsildən əvvəl oynayaraq öyrənirdilər. Yəni insan indi də Almaniya məktəblərində və Amerikan bəzi məktəblərində o qalıb. 5-ci sinifə qədər uşağa dərs vermir. Uşaq ancaq elə oynayaraq keçirdir gününü. Çünki uşağın işi oynamaqdır. Uşağın işi ancaq oynamaq və ağlamaqdır. Bir də yemək, yatıb. Bunun başqa işi yoxdur ki. Biz bunu pul qazanmağa göndərmirik, biz bundan başqa bir iş istəmirik. Və bununla da uşağın uşaqlığını əlindən alırıq. Əvvəl 7 şüşə oynayırdı, ortada qaldı oynayırdı. İndi dünya dəyişib Roblox oynayır. Sən alternativ vermədən əlindəkini ala bilmərsən insanın. Mən məsələn, dediksə bu App Store-da, nə bilim, Play Store-da birinci eyni şeyə gəlirik də. Yəni alternativ vermirik, deyirik ki, baxın bu bizim uğurumuzdur. Sən alternativ ver, bəlkə gedib başqa şey seçəcək bu. Ona görə mütləq inteqrasiya olunmalıdır. Təşəkkür edirik. Çox sağ olun Günel xanım gəldiyinizə görə. Yox, hara gəlsiniz? Sağollaşa sonra da. Bir də görüşəcəyik. İnşallah. Məncə maraqlı belə gedirdi söhbət. Təşəkkür edirik. Çox maraqlı idi və yəqin ki, gələn görüşümüzdə biz kiçik xalqların o etnopsixologiyasına daha çox yer ayırarıq ki, məsəl üçün bizim atalar sözümüzdən yaponların atalar sözləri belə fundamental fərqlənir. Nəyə deyəcəm? Dünən efirdə deyirəm ki, dinləyəcəyək ki, yaponlar deyir ki, çayın kənarında otur, gözlə, düşmənlərin meydə axıb gələcək. Azərbaycan versiyası necə olardı? Heç kim ona uyğun bir versiya tapmadı.
cücəni payızda sayarlar, primitivdir. Və bunlar hamısı belə şeydir. Saxla samanı, gələ zamanı. Səbr edən dərviş Muradına ermiş, saxla samanı, gələr zamanı, amma o Yaponun dediyi kimi o tam fəlsəfəsini açmır bu işin və gördü ki, belə bir yaxşı atalar sözü tapa bilmirik. Məncə elə biz belə şeylərlə də sizlə növbəti görüşlərimizdə də söhbət edə bilərik. Çox sağ olun gəldiyinizə görə. Sağ olun, təşəkkür edirəm.